Allah Teala Şuara surəsində buyurur ki: "Yevme la yenfa'u malun ve la banun illa men etallaha bi qalbin salim." O gün nə var dövlət, yəni mal və oğul uşaq fayda verməz. Yalnız səlim qəlblə gələn kəslərdən başqa. Bəzən hətta insan olur ki, məsələn deyir ki, mən getdim məsələn cümə xutbəsinə, həzz ala bilmədim xutbədən. Bəzən xutbə həqiqətən yaxşı olur, amma insan həzz ala bilmir. Və yaxud insan zikr məclisinə gəlir, zikr məclisindən də həzz ala bilmir. Ümumiyyətlə, çünki insan başa düşməlidir ki, o bir şeydən həzz almaq üçün qəlb ona hazır olmalıdır. Yəni, insan qəlbini müxtəlif günahlarla doldurduqdan sonra heç vaxt gəlib namazda həzz axtara bilməz. Çünki o ləzzət alacaq o orqanı artıq başqa şeylərlə bəsləyib.